Salam məni izləyənlər. Bugünkü gündə yenə mən sizinlə görüşürəm və sizə öncədən uğurlar arzu edirəm və inanıram ki, siz mənim dərslərimdən nə isə öyrənirsiniz və bunun da sizə xeyri dəyir. Başlayırıq yenə də sözlərdən, söz birləşmələrindən, kiçik cümlələrdən. Başlayaq birincidən. Heyif ki. It's a pity. Pity. Mərhəmət, şəfqət, heyif, heyifli, bax belə bir mənalarda gedir. Heyif ki, əfsus ki. Bunlar ikisi də olur. It's a pity. Sonra gəlirik növbəti sözə, bağışlayın. Burada 3 məna var. Sorry, I am sorry, excuse me. Sorry, I am sorry. Bu o vaxt olur ki, hansısa bir işi səhvən görmüsən və o adamdan bu işi səhv gördüyünü sübut eləmək üçün ondan üzr istəyirsən. Olur sorry və yaxud da ki I am sorry və yaxud da ki I am terribly sorry. Dəhşətli dərəcədə çox böyük üzr istəyirəm. Növbəti söz isə excuse me-dir. Excuse me o vaxtdır ki, diqqəti cəlb eləmək üçün. Məsələn, haradasa gedirsən, nə isə soruşmalısan, müraciət eləməlisən. Məsələn, deyirsən, bağışlayın bir dəqiqəsi olar, onda olur excuse me. Növbəti cümlə. Gecikdiyimə görə üzr istəyirəm. Excuse me for my being late. Növbəti cümləyə keçirik. Mən azmışam. I have lost my way. I have lost sözü azmışam mənasında, yəni itmişəm öz yolumda. Ona görə burada Azərbaycan dilində onun mənası gedir. Mən azmışam. Digər cümlə bağışlayın hardadır. Yəni burada məsələn tutaq ki soruşuruq ki bağışlayın mağaza hardadır? Excuse me, where is the market? Həmin nöqtələrin yerinə həmin o obyekti qoyuruq. Sonra gəlir istəyirəm, çörək istəyirəm. I want bread. Nöqtələrin yerinə və yoxdur ki digər obyekt, digər isimlər qoya bilərsiniz. Növbəti söz isə istərdim. I would like. Yəni bu vaxt olur ki hansısa bir danışırsan və arzudur, istəkdir, xəyaldır. Məsələn, maşın almaq istərdim. I would like to buy a car. İstərdinizmi? Bunun sual formasıdır. Would you like? Nöqtə. Would you like to buy a car? Maşın almaq istərdinizmi? Və yaxud da ki, nə istərdiniz? What would you like to? Bu nöqtələrin yerinə to məsdəri göstərir. Hansısa bir feili yazırsınız. Məsələn, to do. Nə etmək istərdiniz? To see. Nə görmək istərdiniz? What would you like to do? What would you like to see? Keçirik növbəti cümləyə. Məndən atana salam söylə. Mənası belədir. Remember me to your father. Digər variant isə my life to your father. Remember me. Remember yadda saxlamaq mənasında gedir. Yəni atan məni atana xatırlat. Belə gedir məna. Burada isə məndən atana salam söylədi. Digər isə my life, mənim məhəbbətimi atana çatdır mənasında. Amma Azərbaycan dilində gedirsə məndən atana salam söylə. Keçirik növbəti sözlərə. Burada diqqət eləyək. 2 dənə cənab sözü var, 4 dənə xanım sözü. İndi bunları mən bir-bir ayıracağım. Cənab sözü biri misterdir, biri sir. Mister sözü o vaxt olur ki, hansısa bir insanı tanımırsan və yaxud da ki, mədəni bir mənada cənab deyə müraciət edirsən hansısa bir insana, olur mister. Sir isə o vaxt olur ki, o sənin rəhbərindir, müdüründür. Ona isə mister yox, bax bu cənab sözü sir istifadə olunur. Xanım sözü Mrs. Miss, Ms, Madam. Mrs sözü o qadınlara deyilir ki, onlar yəni ailə qurmayıblar, onlara Mrs gedir. Miss sözü ailə quran qadınlara və yaxud da ki, hətta ailə qurub ayrılıbsa da belə, bunu bilirsənsə, o Miss deyə müraciət olunur. Ms, bu isə burada S, məsələn, Z kimi də tələffüz olunur, S kimi yox, Ms. O vaxt müraciət olunur ki, onu bilmirsən, bu qadın ailəlidir, yoxsa yox, tanımırsan. Mədəm isə o vaxt istifadə edirsən ki, o qadın sənin rəhbərindir. Onda mədəm deyə müraciət olunur. İndi isə keçək sözlərə və onları təkrar deyək ki, mən dedikcə siz də bunu təkrar deyin ki, bu da sizin dilinizə yatsın. It's a pity.
It's a pity. It's a pity. Sorry. 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 I'm sorry. I'm sorry. I'm sorry. Excuse me. Excuse me. Excuse me. Excuse me for my being late. Excuse me for my being late. Excuse me for my being late. I have lost my way. I have lost my way. I have lost my way. Excuse me, where is the? Excuse me, where is the? Excuse me, where is the? I want. I want. I want. I would like. I would like. I would like. Would you like? Would you like? Would you like? What would you like to? What would you like to? What would you like to? Remember me to your father. Remember me to your father. Remember me to your father. My life to your father. My life to your father. My life to your father. Mister. 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 Mrs. 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 Miss. 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 Sir. 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 Madam. 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 Beləliklə sizə öz dərin təşəkkürümü bildirirəm. Sizə uğurlar arzulayıram. Növbəti dərsdə görüşənədək.